Bu, futbol millimizin aşpazı Qalib Ələsgərov haqqında bilməli olduqlarınızdır. Mənbəmiz İdman Bizin Qalib Ələsgərovla müsahibəsidir. Yəni o adam ki, bütün yaş qrupları üzrə yığmalarımızın baş aşpazıdır. Futbolçuların meydandakı performansı, bilirsiniz də, birbaşa qidalanmadan asılıdır. Bu çox vacib məsələdir. Birinci onu deyim ki, qayda-qanun çox sərtdir. Futbolçuların yeməyi ciddi nəzarətdədir. Gündəlik menuda demək olar yağlı heç nə, şəkər yoxdur. Əsas nədir? Az yağlı protein, toyuq, balıq kimi, sonra enerji üçün karbohidratlar, qarabaşaq, düyü, spagetti, bir də bol-bol tərəvəz. Oyun ərəfəsində isə rejim daha da sərt olur. Yəni mədəyə ağırlıq verən hər şey çıxarılır. Futbolçular da maşallah çox intizamlıdır. İkinci, hər kəsə özəl yanaşma var. Məsələn, həkim dedi ki, kimdəsə qan azlığı var, dərhal menyuya çuğundur, təzə şirələr əlavə olunur. Hətta vegetarian oyunçu üçün belə xüsusi menyu hazırlanıb. Lobya, paxlalılar kimi. Qalib müəllim baş həkimlə danışıb hər şeyi həll edir. Səfərlərdə də hər şey onun nəzarətindədir. Halal ət tapmaqdan tutmuş, şorbanı, düyünü özü bişirməyə qədər. Və nəhayət, üçüncü. Bu iş təkcə yemək bişirmək deyil, həm də ürəklə görülən işdir. Qalib müəllim bilir ki, oyunçuların əhvalı da vacibdir. Ona görə Gəncə dovğası, səbzi kimi sevilən milli yeməkləri məharətlə hazırlayır. Arada toplanış olmayanda dolma, plov, hətta burger kimi istəkləri də yerinə yetirir. Özü deyir, futboldan çox anlamıram, amma komandanın əsl azərkeşidir. Çünki bilir də, ürəyə gedən yol mədədən keçir. Beləliklə, millimizin uğrunda Qalib müəllimin təmin etdiyi o düzgün, qayğıkeş qidalanma həqiqətən də çox vacib rol oynayır.